Din insanlara göndərilibdir, adamlara yox. Adam əgər insan ola bilməyibsə, artıq heç ona dini lazım deyil başa salmaq. Formal dindarlığın səbəbi nədir? Bəzi adamlar insan olmadan İslamı qəbul etdiklərinə görə o fəsadlar onların o dindarlığında da biruzə verir. İbadət İslamda təkcə hərəkətlərdən ibarət deyil. Bəlkə bir qədər də dərinə geçsək, bu cür insanları mən dələduz da adlandıraram. Əsas budur ki, insan ibadət eləyir. Sizcə bu yanaşma doğrudurmu? Quran-ı Kərimdə elə demək olar ki, əksər ayələrdə bütün mahiyyəti, məzmunu Quranın ondan ibarətdir ki, insan saf olmalıdır, bir üzdə olmalıdır, bir sifətdə olmalıdır. Biz elə eləməliyik ki, bax, ibadət məzmunu ilə bütünləşsin. İbadətdən əvvəl inanc şərtdir. İnanc mütləqdir ki, insanın birinci inancı sağlam olmalıdır. Hərəkətləri uşaq sayağı təkrarlayırıqsa, əlbəttə ki, belə ibadət texniki olacaqdır və bizi dəyişməyəcəkdir. Müxtəlif dini titullar daşıyan adamlar var ki, baxırsan ki, bunun insanlığı yoxdur. Cəmiyyətdə kiməsə, nə isə göstərmək fikrinə düşdüyümüzdə dinin ruhuna yana bilmirik. Bugün internet dövrüdür. Biz burada danışırıq bu istiqamətdə. Gedəcək o cavan adam da açacaq interneti, tamam bizim əksimizə danışan bir adamı tapacaq, ona qulaq asacaq. Salam, hörmətli tamaşaçılar. İman verilişinin növbəti buraxılışı ilə görüşünüzə gəlmişik. Din, yəni ilahi dəyərlər, ilahi təlimlər bizi dəyişdirmək, bizi tərbiyə etmək, ruhumuzu yumşatmaq, vicdanımızı oyatmaq üçün gəlmişdir. Ümumiyyətlə, din mənəvi insan tipinin yetişdirilməsində özünü isbatlamış təcrübədir. Amma elə olur ki, biz onun ruhunu öldürürük. Onu texniki ayinlərin məcmusuna çeviririk. Forma qalır, məzmun, məna itir. Biz harada səhvə yol veririk? Özümüzə belə bir sualı verməliyik. Biz dinin içindəyik, yoxsa dinin ətrafında, həndəvərində qalmışıq? Bu verilişdə belə bir mühüm mövzu ilə bağlı suallara cavab tapacağıq. Qonağımızı sizə təqdim edirəm. İlahiyyatçı Tural İrfan. Tural müəllim, xoş gəlmişsiniz. Təşəkkür edirəm, xoş gördük. Tural müəllim, siz də yaxşı bilirsiniz ki, dinin əsas vəzifəsi insanoğlunun ruhunu tərbiyə etməkdir. Onun vicdanını daim ayıq saxlamaqdır. Bunun üçün din müxtəlif vasitələrdən istifadə edir. Bu vasitələrdən biri də ayinlərdir, ibadət formalardır. Yəni, din insanı dindara çevirməklə onu tərbiyə etmək kimi mühüm vəzifəni öz qarşısına məqsəd qoyur. Amma bununla yanaşı biz dindarlaşmada formallığın da şahidi ola bilirik. Cəmiyyətdə səmimi, şuurlu dindarlarla yanaşı müəyyən sayda formal dindarlara da rast gəlirik. Əvvəlcə sualı bu cür qoyaq. İlahiyyatçı Tural İrfan formal dindarlığı necə tərif edərdi? Formal dindarlıq ona görə nədir? Təşəkkür edirəm. Geniş mövzudur və aktual mövzudur həqiqətən də bu günümüz üçün. Ümumiyyətlə, öncə onu bildirmək istəyərdim ki, səmavi dinlərin mahiyyəti, ümumiyyətlə, nazil olma səbəbi kamil insan yetişdirməkdir. Kamil insan da o deməkdir ki, artıq ümumiyyətlə o formallıqdan uzaq olmalı, səmimi olmalıdır. Birinci, səmimi insan olmalıdır. Quran-ı Kərimə görə İslam və ibadətlər, ayinlər, ümumiyyətlə mükəlləfiyyət vəzifələri insan olan varlığa vacib buyurulur. Məsələn, nəzər yetirirsinizsə, bir çox ayinlərin kateqoriyalarında o nəzərə alınır, tutaq ki, həddi buluq yaşı, insanın sağlam olması şərti, müxtəlif də durumu, vəziyyəti, şəraiti ki, tam normal vəziyyətdə durumda olan insan üçün. Bax, din də bu cür insanlar üçündür. Amma təbii ki, biz qəbul edirik ki, İslam bütün bəşəriyyətə göndərilib, bütün növdən olan insanlar üçündür. Təbii ki, amma baxır harda və necə. Görürsünüzmü, İslama əsas vacib olan hökmlər İslamda insanların
həddi buluq yaşından sonra onlara vacib edilir. Bu o deməkdir ki, yəni artıq müəyyən bir mərhələdə ən azı fiziki cəhətdən də olsa o bir müəyyən kamillik nöqtəsinə çatmış olsun. Təəssüf olsun ki, bəzi adamlar insan olmadan İslamı qəbul etdiklərinə görə o fəsadlar onların o dindarlığında da biruzə verir. Yəni dindar sözü də mənə bir qədər çatmır. Mən bu dində bilirsiniz ki, da indi mömin var, müsəlman var, müxtəlif kateqoriyalar var, münafiq var və s. Amma bu dindar və yaxud da qeyri-dindar, bəzən deyirlər ki, dini məsələn şeir, məgər dinsiz şeir də varmı? Və yaxud da ki, dini kəbinin də dinsiz olurmu? Yəni, halal kalbasa, haram da kalbasa varmı? Onda halal yazırıqsa, o birində üstə haram yazmalıyıq. Yəni, bu əks mütənasibdir. Bir qədər bu şeylərdə nisbiliyi gözləmək lazımdır ki, bunlar nisbətən müəyyən məsələlər var ki, onlar nisbiliyə əsasəndir. Təbii ki, saxta dindarlıq da var, formal dindarlıq da var. Bu kamil insana nəzərən. Bu bütün sahələrdə bu cürdür ki, formallıq demək özünü göstərmiş olur. Ümumiyyətlə, Tural müəllim, dindarlıq dedikdə daha çox dini öz həyat tərzi seçən insan tipi yaxud o insan kateqoriyasını biz təsvir etmək üçün bu sözdən istifadə edirik. Və fikrimcə bu söz artıq oturuşmuş sözdür və istifadə olunmalıdır. Bizi narahat edən dindarlığın düzgün istiqamətdə getməməsidir. Və biz formal dindarlıqdan danışırıq. Və əlbəttə ki, formal dindarlıq ibadətin sizin də qeyd elədiyiniz kimi olduğu dindarlıqdır, amma bu ibadətin ruhu ölmüşdür. İbadətin ruhu dedikdə siz niyyətdən və səmimiyyətdən danışdınız. Əlbəttə ki, əgər ibadətdə səmimiyyət, yəni ixlas yoxdursa, o ibadət ancaq Allah üçün edilmirsə, biz onun ruhunu öldürürük. Bununla yanaşı biz ibadətə şuurlu münasibət bəsləməliyik. Əgər ibadətə şuurlu münasibət bəsləyə bilmiriksə, bu ibadət formallaşır. Və siz mühüm məsələyə diqqəti çəkdiniz. Dediniz ki, gərək insan ibadət edirsə, insanlığına diqqət yetirsin. Yəni, ibadət bizə əxlaq aşılamırsa, bu zaman əlbəttə ki, belə ibadət formal ibadət olacaqdır. Sizcə, ibadətdə forma əhəmiyyətsizdirmi? Yoxsa ibadətdə formalar olmalıdırmı? Şübhəsiz ki, hər bir ibadətin, hər bir əməlin öz bir müəyyən forması, müəyyən meyarları, ölçüsü, qaydası olmalıdır. Bu təbiidir. Şübhəsiz ki, biz bilirik ki, İslama qədər ki, səmavi dinlərdə də müxtəlif ibadətlərin zaman və dövrün tələblərinə görə bir qədər fərqli, amma mahiyyəti eyni, deməli, etibarilə formaları olubdur. Ancaq formadan əlavə, əvvəl daha doğrusu, keyfiyyətdən əvvəl kəmiyyət, yəni kəmiyyətdən əvvəl keyfiyyət lazımdır. Yəni insan ümumiyyətlə ibadətdən əvvəl inanc şərtdir. İnanc mütləqdir ki, insanın birinci inancı sağlam olmalıdır. İnanc sağlam olandan sonra artıq o əməl də o inanca bağlı şəkildə davam eləyəcəkdir. Hətta bildiyiniz kimi bəzi İslamda kəlam əqidə məktəblərində əməl imanın bir parçası hesab olunur. Düzdür, mötəbər rəyə görə, əsas deyək ki, məzhəblərə görə bu belə deyil. Ancaq onu da deyənlər var ki, bu o deməkdir ki, əmələ daha üstünlük verilibdir. Məsələn, Qurani Kərimdə imandan bəhs olunan ayələrdə həmişə deyək ki, əməl salih insanlar da təkrarən deyilir, qeyd olunur ki, iman edənlər və salih əməl sahibləri. Bu baxımdan, yəni əməl imana bağlı bir məsələdir. İmanın cüzü olmasa da belə, şübhəsiz ki, insanın bəzən imanını da əməli təzahür elətdirir. Bir çox adamlar, ümumiyyətlə cəmiyyət, bir çox insanlara əməlinə görə qiymət verirlər. İndi onun daxilində nə var? Bəlkə zərziba yatır, ləl-cəvahirat yatır. İmanı hamıdan üstündür. Ancaq onun ki, əməli yerində deyilsə, insanlar ona saxtakar kimi qiymət verir. Ümumiyyətlə, dində riyakarlıq, saxtakarlıq bunlar qəbul olunmur. İslam saflığı, səmimiyyəti tərənnüm eləyir, necə deyirlər, dürüstlüyü tərənnüm eləyir və Quran-ı Kərimdə deyilə Bəqərə surəsinin 2-ci ayəsində kitabın müttəqilərə üçün gəldiyini bildirir ki, bu kitab müttəqilərə doğru yol göstərən bir kitabdır. Yəni, təqva sahibləri, pəhrizkarlar, pis əməllərdən çəkinən adamlar, riyakarlıq şübhəsiz ki, münafiqliyin bir, necə deyirlər, sifətlərindən biridir. Təşəkkür edirəm, Tural müəllim. Bəzən deyirlər ki, cəmiyyətdə belə fikir səsləndirirlər ki, əsas budur ki, insan ibadət eləyir. Onun formal yaxud şuurlu ibadət eləməsinin bir əhəmiyyəti yoxdur. Əsas budur ki,
insan ibadət eləyir. Sizcə bu yanaşma doğrudurmu? Bu qətiyyən doğru deyil. Çünki məlumdur ki, bu inanc sisteminə görə, ümumiyyətlə İslam ənənəsinə görə, müqəddəs kitablara görə də mənbələrdə qeyd olunur ki, iblis çox uzun bir müddət Allaha sitayiş etmişdi və bir növdə Allahın yaratdığı məxluqlar içərisində ən ağıllı, ən savadlı, ən elmlisi idi, belə deyək ki. Və hətta o qədər elmli idi ki, Allahın irəli sürdüyü bir, necə deyərlər, məsələ ilə bağlı müxalif oldu və fəlsəfə yürütdü, məntiqi nəticəyə gəldi. Dedi ki, Adəmi torpaqdan yaratmışsan, məni də oddan, mən ona sitayiş eləməməliyəm, bu ədalətsizlikdir, bu düzgün deyil. Amma səxavəti, səmimiyyəti, necə deyərlər, o mənəviyyatı unutmuşdu da, o tərəfi var. O elə bir şeydir ki, o varlığın özü tərəfindən kəsb olunan bir məsələdir, Allah tərəfindən yox. Yəni, elm o deməkdir ki, və yaxud da digər müsbət xüsusiyyətlər insanı müsbət tərəf apardığı kimi mənfi tərəfə də apara bilər. O baxımdan, yəni insanın ibadəti olsun, əməli olsun, bu məsələlərdə səmimiyyət və saflıq əsas şərtlərdən biridir. Əks halda o, deməli, zəlalətə düşəcəkdir. Və tarixdə bir çox nümunələr göstərmək olar ki, əməli ilə nümunə göstəriləcək adamlar axır nəticədə necə zəlil işlərə mürtəkib olublar. Ki, məsələn, olsun, lap indi müxtəlif dini titullar daşıyan adamlar var ki, baxırsan ki, bunun insanlığı yoxdur. Yəni, nə olsun ki, bu dindar kimi tanına da bilər, lap bu, necə deyərlər, 40 dəfə həccə də gedə bilər, nə bilim, mən müxtəlif riyakar əməllərə də eləyə bilər, cildə girsin, geyimində, nə bilim, saqqalında, əbasında, əmmaməsində, ancaq ki, xislətdə iblisi qabaqlamış olsun. Belə adamlar da çox görmüşük. Və yaxud da ki, dindar olmayan bir adam kimi tanınan bir adamlar var ki, görürsən ki, deyirlər ki, yox, bu tam dindən, imandan uzaqadır. Amma insani keyfiyyətləri elə ali dərəcədədir ki, baxırsan ki, elə Quranın tələb elədiyi məsələlərin hamısına bu adam riayət eləyir. Təşəkkür edirik. Yəni, ibadət İslamda təkcə hərəkətlərdən ibarət deyil. Şübhəsiz. Əgər biz ibadətləri texniki təkrarlanan hərəkətlərə çevirsək, o bizə təsir göstərməyəcək. Biz elə eləməliyik ki, bax, ibadət məzmunu ilə bütünləşsin. Təbii. Ruhu ilə bütünləşsin. Belə olduqda o bizi tərbiyə eləyə biləcək, o bizi dəyişdirəcək. Əgər biz mənasını başa düşmədiyimiz halda hərəkətləri uşaq sayağı təkrarlayırıqsa, əlbəttə ki, belə ibadət texniki olacaqdır və bizi dəyişməyəcəkdir. Və bu da o mənaya gəlir ki, bizdə ibadətin forması məzmunundan uzaq düşübdür. Bunların arasında bütünləşmə yoxdur. Tural müəllim, necə oldu ki, biz məzmunu, mahiyyəti, cövhəri kənara atdıq, formallıqdan yapışdıq? Yəni, formal dindarlığın səbəbi nədir? İnsanlar niyə bəzən formal dindarlığa meyl eləyirlər, yaxud niyə formal dindar olurlar? Mən hesab edirəm ki, ümumiyyətlə elə orta əsrlərdən bəri, Həzrət Peyğəmbər zamanından bir qədər sonradan bəri din düzgün anladılmadı. Din təhrif olundu. Dinin mahiyyəti çatdırılmadı. İslamın, imanın şərtləri düzgün çatdırılmadı. Əmələ üstünlük verildi, imana yox. Yəni ki, daha çox o formallıq məsələsinin qabağa çıxmasında mən hesab edirəm ki, bu parçalanmanın və daha çox görüntü naminə, kütlə, çoxluq, bu məsələlər gündəmə gəldi, önə sürüldü. Mahiyyətə çox etibar olunmadı. Mən hesab edirəm ki, bunun səbəbkarı elə müsəlmanların özləridir. Əgər söhbət İslamdan gedirsə, çünki formallığa qaçdılar, elmdən uzaqlaşdılar, imandan, keyfiyyətdən uzaqlaşdırdılar, kəmiyyətə demək, üstünlük verməyə başladılar. Və nəticədə bu cür riyakarlıq yarandı, bu cür kitrəlik yarandı, çox məzhəblilik yarandı və bir-birinə rəqabətə başladılar. Rəqabət də elmlə, imanla ölçülmədi. Ancaq görüntü ilə ölçüldü ki, kim tutaq ki, elmi titulları daha çoxdur, kimin yazdığı kitablar daha çoxdur, kim daha çox tanınır, indiki kimi, bugünkü kimi. Yəni, Quran-ı Kərimin əsas mahiyyətini unutdular ki, Allah Teala buyurur ki, وَمَا خَلَقْتَ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ
mən insanları və cinləri yaratdım ki, mənə ibadət etsinlər və İbn Abbasın təfsirinə görə liyarifun, yəni başa düşsünlər, ibadət etsinlər deyərkən, yəni məni tanısınlar mənasında deyir ki, və eyni zamanda Həzrət Peyğəmbərin hədisində buyurulur ki, özünü tanıyan Rəbbini tanıyır. Bax, bu tanıma, insan özünü tanıması, Rəbbini tanıması artıq meyarlarından kənara çıxdılar və bir növü artıq imanı, əsas keyfiyyəti, özəyi kənara qoyub, o budaqlara, necə deyərlər, o görüntü tərəfinə yönəldilər. Bax, burada artıq səmimiyyət itdi. Bir növü dinin mahiyyəti də itdi. İndi o bir söz də işlədilər, endirilmiş din, uydurulmuş din. Bu cür təsnifat da biraz düzdür, kobud bölünmədi. Bu din insanlara göndərilibdir, adamlara yox. Adam əgər insan ola bilməyibsə, artıq heç ona dini lazım deyil başa salmaq. Əlbəttə ki, siz doğru dediniz. Dinin düzgün başa düşülməməsi və öyrədilməməsi bəzən formallığa gətirib çıxarır. Və eyni zamanda din ənənəyə də çevriləndə biz formal dindarlığın şahidi oluruq. Din ənənəyə çevrilməməlidir. Din ənənədən daha üst anlayışdır və ənənəni tənzimləyən anlayışdır. Siz bayaq Quran-ı Kərimdən danışdınız. Ümumiyyətlə, İslamın özünün, İslamın ana mətinlərinin, yəni Quran-ı Kərimin, hədislərin formallığa, formal dindarlığa baxışı nədir? Ayələrdə, Peyğəmbərimizin hədislərində bu barədə nə deyilir? Şübhəsiz ki, Quran-ı Kərimdə ümumiyyətlə Quran-ı Kərimdən əlavə də belə deyək ki, səmavi dinlərin mahiyyətində şübhəsiz ki, formallıq və riyakarlıq qəbul olunmur. Saflıq, dürüstlük, yəni bir çox bilirsiniz ki, bu sahədə terminlər var, hətta təsəvvüf deyilən bir sahə var ki, bu İslam sahəsində bu fəaliyyət göstəribdir. Bu təsəvvüf əhli, irfan əhli şəxslər olub, insan kamilliyinə çatmaqdan ötürü, yəni kamil insan yetişdirməkdən ötürü, insanın mənəvi keyfiyyətlərini zənginləşdirməkdən ötürü burada bir çox kateqoriyalar var. İndi bəhsimiz o deyil deyə mən çox toxunmuram ona. Bunların hamısı insanın bax bu riyakarlıqdan, ikiyüzlülükdən, münafiqlikdən, formallıqdan çəkinməsi üçün meydana gələn məsələlərdir. Mən deyərdim ki, Quran-ı Kərimin ümumiyyətlə bütün mahiyyəti elə ondan ibarətdir ki, insanları riyakarlıqdan çəkindirsin. Çünki Quran-ı Kərimdə diqqət eləmişsinizsə, münafiqlər kafirlərdən aşağı təbəqədə, daha çox tənqid olunan təbəqədə sıralanır. Ona görə ki, yer gəlsə münafiqlər üzdə müsəlman kimi görsənirdilər, bir çox şeylərdə də bəlkə də bir faydaları da toxunurdu. Amma nə üçün? Çünki onlar ikiyüzlüydülər. Yəni üzdə müsəlman kimi, iman əhli kimi, dindar kimi belə deyək görsənirdilər. Amma alt qatda bunlar xəbis adamlarıdır. Yəni riyakar idilər. Dəxli yoxdur. Bəlkə də alt qatda da ateist idilər, İslam inanmırdılar. O da təbii bir haldır. Amma əsas niyə görə onlar tənqid olunurdu? Çünki o iki üzdülüklərinə görə. Adam bir yolu seçməlidir. Amma kafirlər bir mənalı şəkildə deyirdi, biz bu dini qəbul etmirik, bununla da mübarizə aparırıq. Bax, ona görə din münafiqləri, məsələn, Quran-ı Kərimdən söhbət getdi. Quran-ı Kərimdə elə demək olur ki, əksər ayələrdə bütün mahiyyəti, məzmunu Quranın ondan ibarətdir ki, insan saf olmalıdır, bir üzdə olmalıdır, bir sifətdə olmalıdır və riyakarlıqdan uzaq olmalıdır. Formallıq göstərməməlidir. Məsələn, doğru dediniz ki, sağlam dindarlar da çoxdur. Mən onu şübhəsiz ki, biz bunu etiraf eləməliyik. Sağlam insanlar var, sağlam dindarlar var. Amma o məsələdə bu saflığın yaranmasında insanın fitrətinin də rolu var. Yəni, insanlığının da rolu var. Laf belə götürəndə ailə tərbiyəsinin, məktəb təhsilinin, bir çox şeylərin burada düşdüyü, yaşadığı mühitin rolu var. O, sonra qəbul elədiyi din, əqidə, məzhəbin hansı yöndə istiqamətlənəcəyinə, bax, o kök təməllərin rolu var. Amma bir şey də var ki, dediniz, qardaşın biri məsələn olur ki, bu cür insan olur, o birisi o cür. Bilirsinizmi, cəmiyyətdə təbliğatlar da müxtəlif gedir. Bugün internet dövrüdür. Biz burada danışırıq bu istiqamətdə. Gedəcək o cavan adam da açacaq interneti, tamam bizim məktimizə danışan bir adamı tapacaq, ona qulaq asacaq, başlayacaq məsələn. Bax, bu cür şeylər də insanları yayındırır ki, qardaşım biri gəlir, bu əqidə sahibi olur, o birisi gəlir, o birisi sahibi olur. Ona görə əsas istiqaməti itirməmək lazımdır. Bunun üçün də dinin, Quranın mahiyyətinə mən düşünürəm ki, insanlar özləri oxuyub başa düşməlidir. İqraqdan deyilənlər, bizim danışdıqlarımız, ümumiyyətlə bu cür söhbətlər və yaxud da müxtəlif maarifləndirmə məsələləri hər bir halda birinci insanın öz
öz ağıl meyarından ölçülüb keçilməlidir, ağıl tərəzisindən. Bunu Qur'an-ı-Kərimi oxuyaraq bu bilavasitə insanlara indirilib. Bütün təbəqənin insanlarına, yəni kasıb da, varlı da, ac da, yoxsul da, tox da, necə deyərlər, şuurlu da, şuursuz da, şux da, böyük də, ağlı kəm də, bu hamısı bu Qur'anı oxumalıdır. İndi hər hansı səviyyədə qəbul edəcəksə, o artıq Allahla onun arasında olan məsələlərdir. O 114 surə ona görədir ki, orada nisbətən zəif şuur insanların başa düşəcəyi formada dildə də danışılıbdır. Baxmayaraq ki, bəzi ağıllı adamlar ona iradda tutur ki, niyə burada bu şey bəsit formada deyilibdir. O təbəqənin adamı üçündür, o çobanın başa düşməsi üçündür. Elə məsələlər də var ki, filosoflar üçündür, həkimlər üçündür, akademiklər üçündür. Bəli, ona görə bütün təbəqələr mən hesab edirəm ki, Qur'anı oxuyub, öz şuuruna uyğun da dərk etdiyi istiqamətdə saf və sağlam addımını atmalıdır. Biz dini Allaha aid etmədiyimizdə, öz şəxsi maraqlarımızdan çıxış etdiyimizdə, yaxud cəmiyyətdə kiməsə nəyisə göstərmək fikrinə düşdüyümüzdə dinin ruhuna inə bilmirik. Din bizi tərbiyə eləmir. Və Peyğəmbərimiz də deyir ki, Allah sizin bədənlərinizə və paltarlarınıza baxmaz. Qəlbinizə bax. Allah sizin əməllərinizə və qəlbinizə baxar. Əlbəttə ki, yaxud başqa biz elə Ramazan ayındayıq. Peyğəmbərimiz deyir ki, elə oruç tutanlar vardır ki, onlara orucluqdan ancaq ac və susuz qalmaq düşər. Yəni, bu hədislər, bu kəlamlar da göstərir ki, ibadətdə zahir, forma kifayət eləmir. Mütləq məqsəd, məram, əsas götürülməlidir. Tural müəllim, formal dindarlığın əlamətləri hansılardır? Yaxud real həyatda siz formal dindarı necə təsəvvür edərdiniz? Yəni, necə müəyyənləşdiririk ki, bu insanın dindarlığı formaldır? Onların əlamətləri hansılardır? Məsələn, bu cür formal dindarları ayırd etmək o qədər də zənnimcə çətin deyil. Cəmiyyətimizin əksəriyyəti bu cür adamları çox aydınlıqla seçirlər, hətta bəzən ifşa da edirlər. Mən bunların da şahid olmuşam. İndi bunun bir çox əlamətləri var. Mən bilmirəm, onları mən sadalasam, nətər onlar yerinə düşər, ya düşməz. Yəni, zahiri mənada. Təbii ki, bəlkə bir qədər də dərinə geçsək, bu cür insanları mən dələduz adlandıraram. Çünki din elə bir həssas mənəviyyat məsələsidir ki, bu sənət peşə deyil ki, o sahədə bir dələduzluqla məşğul olasan, biraz artıq əksik nədəsə deyəsən, bu başqa cür qiymətləndirilir. Amma bu din əxlaq məsələsindən oynamaq, onu, necə deyərlər, əldə bayraq tutub saxtakarlıq etmək, bu artıq ən böyük cinayət mənəvi yöndən götürək. Getdiyim həcc haqqı, nə bilim mən qıldığım namaz ya bənə qənim olsun, yalan deyirəmsə, bu şeylər riyakarlığın əlamətləridir. Bu şeylər dini hörmətdən salmaqdır. İnsan əməli ilə elə yaşamalıdır ki, qoy desinlər, bu nə gözəl adam. Peyğəmbərin hədislərində var, kəsil mömin ol, yüzünə baxanda Allah yada düşsün. Amma bəziləri müqəddəs insanların, peyğəmbərlərin, səhabələrin, imamların adını dillərində şüar ediblər. Onu da bir növü bir biznes, istismar edərək vasitəyə çevirirlər. Filan imamın adına filan dükan. Girirsən, içəri alladırlar səni. Ətir satır, qramı başqa yerdə 1 manatdır, bu 2 manatdır. Vəssalam, sən imamın adından orada qoydun onu, Allah'tın mənə. Bax, bunun özü riyakarlıqdır, formal dindarlıqdır. İndi nəyə gətirirəm? Bax, bu oruç məsələsində, namaz işlərində, ümumiyyətlə digər ibadətlərin özündə də bu riyakarlıq baş alıb gedir. Həzdən tutmuş, ziyarətlərə kimi başqa məsələlərdə. Artıq bu sağlam adamlar əriyib gedir. Bilmək olmur ki, bunun hansı düzgün dindardır, hansı yoxsa ki, saxtakardır. Artıq elə bir kütlə şəklini alıblar ki, sosial şəbəkələrdə də elə təbliğat eləyirlər, imam şəkilləri, Quran ayələri, hədislər filanlar, digər söymədiyi söyüş yoxdur. Bugün sosial şəbəkələrdə mən deyərəm ki, aktiv olan adamlardan biri mənə ən çox söyüş istifadə edən o formal və saxta dindarlardır. Bunları ayırd eləmək lazım. Bunlar bizim mənəvi dəyərlərimizi, dinimizi məhv eləyirlər, puç eləyirlər. Bizim bax, burada danışdıqlarımız elə bir xəlbirlə çaydan su daşımaq kimi bir şeydir. Biz gedirik, doldururuq ki, gətirək, bunlar altını deşir, tökülür yerə. Yəni, bax, ona görə müəllim, mən hesab edirəm ki, bu şeylərin qarşısını da almaq üçün müxtəlif tədbirlər görülməlidir. Formallıq hər zaman olubdur. Bütün sahələrdə, bütün peşələrdə var. Eyni zamanda din məsələsində də formallıq var. Amma bunun qarşısını almaqdan ötürü də tədbirlər görmək lazımdır. Əlamətləri mən çox saya bilərəm, amma hesab edirəm ki, bura qədər dediklərim kifayət edir. Təəssüf ki, Tural müəllim, sizin dediyiniz tip insanlara biz rast gəlirik. Əlbəttə ki, bu o mənaya gəlmir ki, dindar insanların əhəmiyyətli hissəsi bu cürdür. Kifayət qədər səmimi, təmiz,
Allahına inanan, verdiyi sözü tutan, mülayim, əxlaqlı, sizin dediyiniz kimi baxarkən Allahı xatırladan səmimi dindarlar da bizim ölkəmizdə çoxluq təşkil edir. Və siz haqlı olaraq dindən sui-istifadə hallarından danışdınız və dini dəyərlərin maddiləşdirilməsi və kommersiya məqsədi ilə təqdim olunması. Əlbəttə ki, bu formal dindarlıqdan daha çox artıq dindən sui-istifadədir. Və bununla yanaşı, əlbəttə ki, bir insan namaz qıldığı halda, oruç tutduğu halda kobudluq eləyirsə, yaxud sosial şəbəkələrdə öz rəyi ilə razılaşmayanların altından, qeydlərinin altından söyüş yazırsa, əlbəttə ki, biz belə dindarlığı da formal dindarlıq adlandırırıq. Çünki din insanı tərbiyə eləmək üçün gəlibdir. Din əgər sənin qəlbivə enə bilməyibsə, deməli sənin dindarlığın da saxtadır. Və bəzən görürsən ki, insan oruç tutur və belə insanlara mən rast gəlmişəm. Amma o zərər verir başqalarına. Ya zərərin müxtəlif formaları var. Əlbəttə ki, o başa düşməlidir ki, orucluq insanın öz nəfsini tutub saxlamasıdır. Zərər vermək istəyən əlini tutub saxlamasıdır. Zərər vermək istəyən dilini tutub saxlamasıdır. Amma görürük ki, biz bunun əksinin şahid oluruq. Yaxud görürsən ki, dini qaydalara çox ciddi yanaşır, amma onda ədalət və mərhəmət hissləri çox zəifdir. Son olaraq Tural müəllim, biz problemdən danışdıq. Siz bir mütəxəssis kimi həqiqi, şuurlu dindarlıq üçün nələri tövsiyə edərdiniz? Yaxud İslam həqiqi dindarlıq üçün, şuurlu dindarlıq üçün nələri şərt qoyur? Çox gözəl sual verirsiniz. Əvvəla o əvvəlki məsələyə bir balaca yekun vurum. Mən sosial şəbəkələrdən söhbət açdım. Siz də qeyd etdiniz ki, bütün dindarlara şamil etmək olmaz. Təbii ki, biz ona qərəzli yanaşa bilmərik. Sağlam təbəqə, sağlam insanlar da var. Ancaq bugünkü sosial şəbəkələr, TikTok, Facebook, digər şəbəkələr bir güzgüdür. Gəlin görək, orada məsələn məndə faktlar var, nümunələr var. Şəxsən tanıdığım adamlar var ki, din məsciddə gündəlik gedən adamlardır və s. Bunların etdiyi təhqirlər və söyüşlər, bunları mən bir nümunə kimi qeyd eləmişəm, minlərləndir. Bu profillər söyüş. Gəlin görək, bizim elə din xadimlərimiz də içində daxil olmaqla, ilahiyyatçılarımız da içi daxil olmaqla, həmin o cür söyüşlü təbliğatın altından girib kim əks təbliğat aparıb? O sağlam, saf təbəqə dediklərimizdən biri, onun əksinə, o söyüşü təhqiri kanalarımız, bacılarımız, uşaqlarımız, yaşlılarımız o sosial şəbəkələrdən istifadə edirlər və görürlər. Bu adamlar bu şeyləri dini siyasiləşdirənlər, xaricdən təsir altında olanlar, mühafizəkarlar, radikallar, cahillər və s. Bu təbəqədə var. Yaraşdırırsan, profili gedirsən, nəticəsində görürsən, bəli, bu gündəlik filan cümə namazında iştirak edən adamdır. Bu söyüşləri söyləyən adam. Yaxşı, gəlin görək, bunların əksinə kim təbliğat aparır? Heç kim təbliğat aparmır. Heç kim deyəndə, yəni çox cüzvi şəkildə. Axı, bu da doğru qeyd elədiniz. Elə ona gətirirəm ki, ədalət. Niyə görə Həzrət Peyğəmbər buyurur ki, haqsızlıq qarşısında susan dilsiz şeytandır? Belə şeylərdə ki, yoxsa mən salim olum, cümlə aləm batsa da batsın, nə işim var? Belə dindarlıq, belə möminlik, belə İslam yoxdur. Ki, mən gedirəm ki, mənə dəyməyən ilan 1000 il yaşasın. Belə iş olmaz. Orada sən görürsən ki, insanları təhqir eləyirlər. Bu, hər bir insana aiddir. Tutaq ki, biri nə bilim mən qürurunu sındırmır, biri nə bilim mən öz vəzifəsinə, nəyinə görə, mənsəbinə görə ki, yox, mən orada bunu yazsam düzgün deyil. Bən nə edirsən, axı, o təbliğat orada gedir. Mən dəfələrlə buna çağırış eləmişəm. Yəni, yol göstərmək deyəndə mən onu tövsiyə eləyə bilərəm ki, əsas aktual məsələlərdən biz uğraşmalıyıq. Bəzən orta əsrlərdə xarakterik, aktual olan bir mövzunu gətirirlər ki, nə bilim, filan şey eləyəndə sağ tərəfdən girmək lazımdır. Bu, indi aktual deyil. İndi bu günümüz üçün nə aktualdırsa, onu biz gündəmə gətirməliyik. Bu gün də sosial şəbəkələrdə söylən söyüşlər dindarların obrazını mənfiliyə doğru aparır. Yəni, dinin obrazını mənfi qismdə göstərir. Dindarlara qarşı mənfi fikir yaradır. Ümumiyyətlə, mən açığı bir neçə ateist adam tanıyıram ki, onlar deyir ki, mən elə şeylər görəndən sonra dindən çıxdım. Ki, yəni, sizin deyir, o sağlamat adamlarınız da çıxıb onların qabağına durub demirdi ki, sən niyə söyürsən, ay cəmaət, dində belə şey yoxdur. Dedim, çox düz deyirsən, mən səni danmıram dediyin. Ona görə müəllim, lazımdır ki, bax, bu aktual məsələlərin, aktual problemlərin biz qarşısını almaq üçün və yenə də o sözə qayıdıram ki,
İslamı qəbul etmək, ibadətlər etmək, lap 40 dəfə həccə getmək o demək deyil ki, cənnətə gedəcəksən və sən kamil insansan. Xeyr, birinci insan olmaq lazımdır. İnsan olmaq üçün də insani keyfiyyətlərə sahib olmaq lazımdır. O da ki, fitrətən olan bir məsələdir. Tural müəllim, gəldiyinizə görə, suallarımızı cavablandırdığınıza görə sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun, mən də təşəkkür edirəm. Əziz tamaşaçılar, İslam formalizmi tənqid eləyir, amma formaları tənqid etmir. İbadətdə, əxlaqda, hökmlərdə forma olmalıdır və olacaqdır da. İslam forma ilə məzmunun bir-birindən uzaqlaşdırılmasına qarşıdır. Əgər biz ibadətimizdə forma ilə məzmunu vəhdətdə götürə bilsək, formal ibadətdən uzaqlaşacaq, həqiqi ibadətin nə olduğunu hiss edəcək və yaşayacağıq. Allaha əmanət olun.